Qardabani Təhsil və İnteqrasiya Mərkəzində Zəfər gününə həsr olunmuş tədbir keçirilib. Əvvəlcə Azərbaycanın və Gürcüstanın dövlət himnləri səsləndirilib, şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra mərkəzin direktoru Çiçək Hüseynova 2-ci Qarabağ müharibəsində Azərbaycanın şanlı qələbəsindən danışıb. O, Müzəffər Ali Başkomandan Prezident İlham Əliyevin müdrik siyasəti nəticəsində Azərbaycan ordusunun cəmi 44 gün ərzində işğal altında olan torpaqların azad etdiyini diqqətə çatdırıb. O, çıxışı zamanı hazırda işğaldan azad edilmiş ərazilərdə geniş miqyaslı bərpa quruculuq işlərinin aparıldığını da xüsusi qeyd edib. Tədbirin davamında çıxış edən Aşağı Kəpənəkçi Məktəbinin direktoru Nəsib Nəsibov, filoloq Növrəstə Məhərrəm qızı və Mərkəzin Azərbaycan Dili və Ədəbiyyatı müəllimi Sevda Şahverdiyeva Zəfər gününün Qardabani şəhərində qeyd edilməsinin önəmini vurğulayıblar. Onlar əslən Gürcüstandan olan şəhidlərin xatirəsini də yad ediblər. Çalışırıq hər zaman bu önəmli günü şagirdlərimizə, gənclərimizə təbliğ edək ki, onlar da heç vaxt unutmasınlar Azərbaycan xalqının necə qəhrəman bir millət olduğunu. Bu 44 günlük müharibədə, bu Zəfər günündə bütün dünyada olduğu kimi Borçalda yaşayan Azərbaycanlılar da ürəyinin, nəbzinin Azərbaycan ordusu ilə, Azərbaycan xalqı ilə birgə olduğunu bəyan etdilər. Bugün Qardabani şəhərinin də İnteqrasiya Mərkəzində şərəfli bir günü qeyd olunur. Azərbaycanın Zəfər bayramını qeyd edirik və bu Zəfər bayramı dünyanın bütün bölgələrində olduğu kimi Qardabanidə də möhtəşəm keçirildi. Əlbəttə, Zəfər günü bütün Azərbaycan xalqının, bütün Türk dünyasının böyük bayramıdır. Böyük qələbə günüdür. Uzun illər biz 9 may qələbə günü keçirirdik. Amma bu gün həqiqətən bizim kimliyimizin, bizim ləyaqətimizin, bizim şərəfimizin bayramıdır. Mən bu gün bütün Türk dünyasını, bütün Azərbaycan xalqını təbrik edirəm. Tədbirdə həmçinin mərkəzin şagirdləri müxtəlif şeirlər söyləyib və 2-ci Qarabağ müharibəsi ilə bağlı təqdimatla çıxış ediblər. Amma heç vaxt inamını itirmədi. Proudly in the sky, and may Azerbaijan live in peace and prosperity forever.